Maşallah, maşallah. Salam aleyküm. Güzel zakat alanlarımız. Necəsiz, nətəsiz? Dostlar, həmişə maşını sürəndə nə fikirləşirəm? Deyirəm, mən nə o vaxtı, nə indi həqiqi Volga sürən xanım görməmişəm. Həqiqi Volga sürən xanım nə Sovetin dövründə görməmişəm, nə bugünkü reallıqda görməmişəm. Dostlar, Volga sürən xanım varsa, hansı rayonda, ola bilər hansısa kənddə, inşallah fikrinizi gözləyirəm. Yazın ki, həqiqi Volga sürən, 07 sürən görmüşəm, 011 sürən görmüşəm, xarici maşını hər, amma Volga sürən xanım görməmişəm. Dostlar, nəyə gəlmişdir? İnşallah Azərbaycan prospektində, gözəl zakat alanımızda Azərbaycan prospektində bu yolda Aspetroldan mı gəlmək olur, hər tərəfdən də gəlsə. Dostlar, Samovar çayı, bir dənə yapmışdır. Samovar çayı, İnşallah gəlmişik. Dostlar, köhnə adət ənənəni yaşatmaq lazım. Bu qardaş burada gözəl Samovar çayı var, eşitmişəm, gəlmişəm. İnşallah ətraflı içəridə baxaq, gəl. Və əziz dostlar, artıq gəldim Simvarın yanındayım inşallah dostlar. Həqiqi bu adət ənənəni yaşatmaq lazım, gələcək nəsillər üçün. Samovarı götürüb 200-300 satırlar, amma heç məsləhəti. Amma bu qardaşa halal olsun. Bir dənə qardaş çək, zəhmət olmasa. Qardaş yavaş-yavaş Samovar odundan hazırlayır inşallah. Qonaqları çoxdur var, gəlib oturanlar da var. Maşallah müştərilərimiz də var. Qış üçün dostlar içəridə çəkəcəm, otağımız da var. Yay üçün belə peşet qalır. İnşallah burada kebab olacaq. Ürək istəyən yəni fərqli yeməklər də olacaq inşallah. Çayımız məsələn 1 manata məsələn çay verilir. Samovar çayı 1 manat. Harda elə məsələn o qiyməti var. Məsələn bütöv samovar 5 manat. Amma istəyərsən oturarsan şokoladla, deyərsən yox, mən Samovar çayın böyündə şokolad istəyirəm, mürəbbə istəyirəm. Qardaş 10 manat. Gəlsən 10 manat cibo qoyursan, qonaqlarına məsələn ola bilər Bakıdan gələnlər, Azərbaycan müxtəlif bölgələrindən, Rusiyadan gələn qardaşlar ola bilər. Samovar çayı istəyirəm, evdə tənbəllik eləyirsə, əşi bir də Samovar mı qaydıracağam? Gəlsən qardaşın yanına köhnə deyək pivnoy da. Burada köhnə pivnoyun yanında. Zakatal Azərbaycan prospekti pivnoy. Hamı tanıyır buranı. Onun böyündə məsələn Samovar çayı və çox məsləhətdir. Maşallah gəlmişəm. Müştərilər də var dostlar. Əsas məsələ müştərilər də var. Maşallah qız şundur dostlar. Peşimizdə yanı isti. Bax görürsünüz televizoru da var. Yəni ki rahat istirahat eləmək üçün qəşəng burada divanları otursan. Nərdi var, nə bilim dominosu var. Gidir otur vaxt keçirmək istəyir məsələn. İnşallah istirahat eləmək istəyir. Hər bir ney var inşallah. Yəni şöyle. Bəh, armud istəkanda çay, ürəyimiz yananda çay, ətirlisən, dadlısan, çay. Dostlar, gəlin Samovar çay içmək inşallah, baxın. Görürsən, özü xidməti, Allah razı olsun. Limonu, qəşəng qəndi, mən dediyim ki, mürəbbəsini istəyirsinizsə, şokoladı istəyirsə, əlavə daplata lazım. Dostlar, gəlin, inşallah gəlin bizim məkana, Azərbaycan prospekti, köhnə pivnoya. Dostlar, namaz qılmaq istəyənlər üçün, yəni namaz ötürməyib, namaz otağımız da var. Qəşəng gələcək, namazı qılıb, çayı içib istirahət edəcəksiniz. Dostlar, qardaşa da bol müştəri arzulı, gəlin Samovar çayı içmək, var olun.